Son günlər tez-tez belə hadisələrlə, xəbərlərlə rastlaşırıq ki, avtomobillər qəfildən alovlanmağa başlayır. Niyə? Səbəb nədir? Mütəxəssislər deyir ki, bu daha çox avtomobilə qeyri-peşəkar müdaxilədən qaynaqlanır. Xüsusən də elektrik və elektron sisteminə ciddi müdaxilə edilir. Bəs yaxşı, təkcə səbəb budurmu? Son vaxtlar avtomobillərin yanması hallarına tez-tez rast gəlirik. Bəs bu problemlərin səbəbi nədir? Texniki nasazlıq yoxsa quraşdırılan əlavə qurğular? Elektrik naqillərindən istifadə edərkən burada həm keyfiyyətli naqillərdən söhbət gedir, həm də ki, mən sizə deyim ki, peşəkar ustalara əsasən müraciət edin. Burada söhbət səs boğuzudan gedir, əlavə səs gücləndiricidən gedir, quraşdırırlar avtomobillərə. Burada güclü izolasiya getməyəndə naqillər qızır, bir halda ki, mahnıya polnu kod verəndə qızır və başlayır əriməyə. Əriyəndə də avtomobildə başlayır yanğın baş verməyə və bir neçə saniyədə nəqliyyat vasitəsi yanır. Bəs sürücülər problemin səbəbini nədə görürlər? Əlavə qurğular, elektron qurğular. Baxımsızlıq. Avadanlıq qoşurlar, əlavə avadanlıq qoşurlar ondan. Baxın, bu ambiyans işıqlar istehsalçı zavod tərəfindən qoyulub, amma bəzən sürücülər bu işıqların oxşarını avtomobillərinə qoymaq istəyirlər. Keyfiyyətsiz işıqlar və quraşdırılan əlavə qurğular maşınlarda yanğınlara səbəb ola bilər. Bu kimi hallar qanunla qadağan olunur. İnzibati xətalar məcəlləsinə əsasən sürücülər tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, əlavə avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 150 manat məbləğində cərimə oluna bilərlər. Nəqliyyat vasitəsinin texniki təhlükəsizlik baxımından istismara yararsız olması, eləcə də köhnə olması ən vacib məsələlərdən biri də nəqliyyat vasitəsinin mühərrik, xarici işıq cihazlarının qanunsuz müdaxilələr edilməsi, əlavə avadanlıqlar əlavə edilməsi, gətirib sonda belə xoşagəlməz hallara çıxardır. Bir daha sürücülərə avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı, texniki təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, uzaq məsafələrə səfərlər zamanı avtomobili texniki müayinədən keçirməyi, avtomobili standartlara uyğun və yararlı odsöndürənlə təchiz etməyi və ondan istifadə qaydalarını mənimsəməyi tövsiyə edirik. Ekspertlərin sözlərinə görə avtomobilin texniki sazlığı daim diqqətdə saxlanılmalı, orijinal vəziyyətinə əlavə müdaxilələr olunmamalı, nasaz maşınlarla yola çıxma hallarına yol verilməməlidir. Unutmaq olmaz ki, avtomobillər insanın getdiyi ünvana daha tez və təhlükəsiz çatdırılması məqsədi ilə istehsal olunur. Vüqar Alışov, Elçin Tağıyev, Sabir Bilalov, ASTV Xəbər.